Salam dəyərli şagirdlər, bugün biz deməli baxacağıq nəyə? Bugünkü sınağa. 9-cu sinif riyaziyyat buraxılışı güvən nəşriyyatının suallarını. Birinci sualda deyir ki, vurğu kök işarəsi altına salın. Vurğu kök işarəsi altına salanda yazırıq ki, mənfi qıraqda qalacaq. 3-ü kökə salanda isə 5 vurulsun 3-ün kvadratı olacaq. Bu da eləyəcək mənfi kök altında 45. Olacaq cavab B variantı. 58-ci sualda. Keçirik indi 58-ə. Deyir ki, kör bucağın daxilindən çəkilən şua kör bucağı 5-in 2 nisbətində bölür. Deməli, bir dənə mənim kör bucağım var, daxilindən bir dənə şua çəkir və bu bucaq deyir 5-in 2-yə nisbətindədir. Bucaqların fərqi isə 54-dür. Yəni 5x çıx 2x bərabərdir 54-ə. Buradan 3x bərabər olacaq 54-ə, x də bərabər olacaq 54-ü 3-ə böləndə neçə qalasıdır? Bir dəfə burada yerləşir, 24-də 8 dəfə 18. Kör bucağın özünü istəyir. 5x üstə gəl 2x-i, yəni 7x istəyir. Bu da eləyəcək 7 vurulsun 18. 7-ni də 18-ə vuranda neçə eləyəcək? 7 dəfə 8-in 56, 5 yadda, 15, 12, 126 B variantı. Bərabər tərəfli üçbucağın orta xətti, deməli bir dənə bərabər tərəfli üçbucağımız var. Orta xətti bu üçbucağın ayırdığı dördbucaqlının perimetri 60 olarsa bu üçbucağın tərəfini tapın. Və birincisi uşaqlar, gəlin hər tərəfi 2A ilə götürək. Bura 2A-dır, burada AA olacaq, AA olacaq, burada A olacaq. İndi mənə deyir ki, bərabər tərəfli üçbucağın orta xəttinin bu üçbucaqdan ayırdığı dördbucaqlının perimetri. Dördbucaqlının perimetri nədir? İndi davam eləyək. Burada perimetr nədir? 2A üstə gəlsin 3A bax. 1 tərəf, 2 tərəf, 3 tərəf. Bərabərdir 60-a. 5A 60-dırsa A bərabər olacaq 12-yə. Bu üçbucağın tərəfini tapın. Yəni 2A-nı istəyir. 2 vurulsun 12 eləyəcək 24. Cavab D variantı. Keçək növbəti sual. A və B qarşılıqlı sadədir deyir. Qarşılıqlı sadədir sözü nə deməkdir? Onlar deməli bir-birinə ortaq bölənləri yoxdur. Və bizə verib ki 24A bərabərdir 42B'yə. Hər tərəfi 2-yə bölsək 12A bərabərdir 21B'yə. Yenə 3-ə bölünür. Daha doğrusu hər tərəf elə 6-ya bölünürdü. 4A bərabərdir 7B'yə. AB hasilini tapır. Deməli A 7-dir, B 4-dür. AB hasili olacaq 28A variantı. 61 nömrəli sualda deyir ki, radiusları 3 və 8, 12 çevrə xaricdən toxunurlar. Onda gəlin bu çevrələri xaricdən toxunduraq. Deməli, necə olacaq? Uşaqlar, bax, belə bir iki çevrəmiz var, xaricdən toxunurlar deyir. Bu çevrənin üzərində yerləşən iki nöqtə arasında ən böyük məsafə nə qədərdir? Deməli, ən böyük məsafəni deyirsə uşaqlar, bax, bir nöqtə bura olar, birə bura olar. Buradan bura kimi məsafə nədir? 3 budur, 3 budur. 8 budur, 8 budur. Yəni bizdən əslində ən böyük məsafə deyəndə buranı istəyir. Yəni diametrlərin birləşdiyi yer istəyir. 6 bura olacaq, 16 bura, cavab olacaq 22. Aşağıdakı ədədlərin hansının hesabi kvadrat kökü rasional ədəddir? Baxaq. Burada uşaqlar hesabi kvadrat kök deyəndə deyir ki, yəni kök altında yazanda, məsələn bu, hansının rasional çıxa bilər? Burada yazaq, baxın, 0,3, 0,2, 0,1. Bax, burada bu Y variantı olacaq. Niyə? Bu 10'da 5 deməkdir, yəni 2'də 1 deməkdir. 2'də 1 kök altında 2'də 1'dən kök çıxmır. Bu 10'da 4'dür, bu da kökdən çıxmır. Bu 9'da 3 deməkdir, kökdən çıxmır. Bu 10'da 2 deməkdir, kökdən çıxmır. Amma bu 9'da 1 deməkdir, kökdən çıxır 3'də 1. Cavab olur Y variantı. İfadən vurğulara ayrın deyir. Bunda yazacaq ki, x minus kökdə 15 və x plus kökdə 15. Y variantı. Keçək 64. Mənə deyir ki, 64-də çoxluqların elementlərin neçəsi diaqramda rənglənmiş hissəyə aiddir deyir. Gəlin baxaq. Deməli, A çoxluğu veribdir bizə A, B, C, D, Y, F. C çoxluğunu verib C, D, Y, B çoxluğunu D, Y, F, G, H, I. Birinci hər üçündə olan hansı var? Baxaq, C, D, D var və Y var. D, Y bura aiddir uşaqlar. Bax, D, Y. Hər üçündə var çünki. Sonra D, Y-ni çıxdıq hamısından. D, Y. Sonra baxaq. A ancaq burada var. C bunda da var. B digərində var, yox. F var. F burada da var. F-ni da çıxaq. C-ni da çıxaq. Hər ikisində var və A-nı da çıxdım. Geridə qaldı B bura aiddir. G bura aiddir. H, I bura aiddir.
Deyir ki, elementlərin neçəsi rənglənmiş hissəyə aiddir. Rənglənmiş hissəyə 1, 2, 2 dənəsi aiddir D variantı. Keçək indi 65-ə. İndi deyir ki, bizə A nöqtəsindən çevrəmiz var deməli bir dənə. A nöqtəsindən çevrəyə çəkilən kəsən çevrəni B və C nöqtələrində kəsir. A'dan B'yə kimi məsafə 16-dır, B'dən C'yə kimi məsafə 20-dir. A nöqtəsindən bu çevrəyə çəkilən toxunanın uzunluğunu istəyir. Yəni, məsələn, bura x olsa, x kvadrat nəyə bərabərdir? 16 vurulsun bütöv hissəyə, yəni 16 üstəgəl 20-yə. Bu da eləcək x kvadrat bərabərdir. 16 vurulsun 36, 16-dan 36-ya vurub kök salacaq. Yəni, buradan 4 və 6 çıxacaq, 24 B variantı. İti bucaqlı bərabər yanlı üçbucağın. Deməli, bizim bir dənə bərabər yanlı üçbucağımız var, iti bucaqlıdır. Yan tərəflərinə çəkilən hündürlükləri arasında iti bucaq alfa olarsa, təbədəki xarici bucağı alfa ilə ifadə edin. Deməli, onda burada uşaqlar nə edərik? Bax, bir dənə iti bucaqlı üçbucaq çəkirəm. Sonra, yan tərəfləri deyir, nədir? Yan tərəflər çəkilmiş hündürlük. Bax, bura bir dənə hündürlük çəksin. Bu bir hündürlük. Digər bir dənə də bura çəksin. Bu ikinci hündürlük. Bu, deyir, aralarında qalan bucağı alfa olarsa, təpədəki xarici bucağı tapın. Deməli, hündürlük təpədəki xarici bucağı bizdən istəyirsə, nə edəcək, necə davranasıyıq? Amma burada bir şey diqqət edin uşaqlar. Bizə deyir ki, iti bucaq, baba, iti bucaq alfadır. Deməli, bura alfadır. Onda bura nə olacaq? 180 çıxılsın alfa. İndi bura alfadırsa, onda burada alfa olacaq. Bura məsələn beta olsun, onda burada beta olacaq. İndi bir şey baxın, burada olacaq 180 çıxılsın alfa. Bura 180 çıxılsın alfa-dırsa, bura 90-dırsa, bura 90-dırsa, lap bura olsun M bucağı. Bu ikisinin cəmi nə olmalıdır? 180. Yəni M çıxılsın, üstə gəlinsin. 180 çıxılsın alfa bərabər olmalıdır. Nəyə? 180-ə. Çünki 90-90 qarşılıqlı 4 bucaqlı yaranı bax 180. Burada 180-lər gedəndə M də bərabər olacaq alfaya. Mən nə istəyir? Təpədəki xarici bucağı alfa ilə ifadə edildir. Təpədəki xarici bucağı. Xarici bucaq deyirsə, daxili bucaq alfa oldusa, xarici olacaq 180 çıxılsın alfa. A variantı. Keçək 67. Bax, bu 67-ci sual deyir ki, çox qəşəng bir sualdır. Deyir, ifadənin ən kiçik qiyməti 5-dir. Ən kiçik qiymət nə idi? N. N bərabərdir 5-ə. Bu ifadənin ən kiçik qiyməti isə 4-də alır. Yəni, M də bərabərdir 4-ə. M-in düsturu nədir uşaqlar? M-in düsturu -B bölünsün 2A-dır. Elə deyil. Gəlin yazaq. Birinci verilənləri yazaq. A-nı verib bizə 1, B-ni verib bizə P, C-ni də verib bizə Q. İndi düstur nədir? -B bölünsün 2A bərabərdir M-ə. Buradan gətirib yazsaq. -P bölünsün 2 vur 1 bərabərdir 4-ə. Buradan P bərabər olur -8-ə. P-miz -8 isə gətirib yerinə qoyaq tənlikdə. -8-i qoysaq olacaq neçə? X kvadratı çıx 8, X üstəgəl Q. İndi deyir ki, x-in yerinə 4 qoyunda cavab 5 olmalıdır. Gətir yerinə qoy. X kvadratı çıxılsın. Daha doğrusu 4-ün kvadratı çıxılsın. 8 vur 4. Üstə gəlsin Q bərabərdir 5-ə. Buradan olacaq neçə? 16 çıxılsın. 32 üstə gəl Q bərabərdir 5-ə. -16 üstə gəl Q bərabərdir 5-ə. Q də bərabərdir 21-ə. PQ cəmini istəyir. 21 üstə gəlsin -8 bizə verəcək 13. A variantını. Keçək. K-nın neçə natural qiymətində adi kəsrin qiyməti mürəkkəb ədəddir deyir. Adi kəsrin qiyməti. Bax, burada mürəkkəb ədədir olmalı sözü o deməkdir ki, 84 bölünsün K necə olmalıdır? Tam ədəd olmalıdır. Tam ədəd olması üçün 84-ün bölənlərini yazmalıyıq. Deməli, birincisi 84-ü sadə vurğularına ayırsaq. 2-yə bölsək qalır 42, 2-yə bölsək qalır 21, 2-yə bölsək qalır 3-ə bölsək qalır 7, 7-yə bölsək 1. Deməli, indi mürəkkəb olanlar hansıdır? Natural bölənlərini yazsaq. Natural bölənləri 1-dir, 2-dir, 3-dür, 4-dür, 6-dır, 7-dir, sonra 12-dir, 14-dür, 21-dir, 28-dir, 42-dir və 84-dür. Bu natural bölənlərdir. Yəni, bu ədədləri gətirib K-nın yerinə qoysaq bölünəcək. İndi deyir, K-nın yerinə hansı natural ədəd qoyduqda mürəkkəb ədəd hansı? İndi nəyə baxacaq deməli? Mürəkkəb ədəd alınması üçün İndi burada gəlin ədədləri yerinə qoysaq. K-nın yerinə 1 qoyanda olacaq 84 bölünsün 1.
Olacaq 84. Demək bu nə olasıdır? Onda 1 qoyaramsa mürəkkəb olacaq. 2 qoysam, bəs 84-ü 2-yə böləndə nə qalacaq? 42 mürəkkəbdir. 3 qoysam 84-ü 3-ə böləndə 28 mürəkkəbdir. 4 qoysam mürəkkəb olacaq. 6 qoysam mürəkkəb olacaq. 7 qoysam mürəkkəb olacaq. Amma 12 qoysam, bax 84 bölünsün 12 eləyir 7, bu da sadədədir. Bu getdi. 14 qoysam yenə mürəkkəb olacaq, çünki 6 qalacaq. 21 qoysam mürəkkəb olacaq. 28 qoyanda sadə olur, 42 qoyanda sadə olur. 84 qoyanda isə nə sadə, nə sadə olacaq. 1 olacaq, nə sadə, nə mürəkkəb olasıdır. İndi neçə dənəsi oldu? 2, 4, 6, 8 dənəsi mürəkkəb ədəd olacaq. Keçək növbəti suala. 69-cu sualda deyir ki, kəsrin məxrəcini irrasionaldan azad edin. Məxrəci irrasionaldan azad edilmək üçün neynirik qoşmasına vururuq. Bu zaman alınacaq 6 kökdə 3 bölünsün 3, yəni 6 ilə 3-ə böləndə 2 kökdə 3. D variantı. Yarımçevrənin uzunluğu diametrin uzunluğuna olan nisbətini tapın. Yarımçevrənin uzunluğu nədir uşaqlar? Çevrənin uzunluğu 2 pi-dir. Yarımçevrənin uzunluğu 10 yarısı pi-dir. Diametrin uzunluğu nədir bəs? 2r. Nisbəti nə olacaq? Pi bölünsün 2. D variantı. İndi bizə deyir ki, bərabər yanlı 3 bucaqdır. AB bərabərdir BC-yə. AD bərabərdir AC-yə. AD bura bərabərdir AC-yə. Yəni, bura alfadırsa, bura da alfa olacaq. Yəni, sualı biraz yaxınlaşdırım. Soram. B bucağı 32-dir. B bucağı 32-dirsə, öncə 180-dən çıxarım 32-ni. Qalacaq neçə? 140, daha doğrusu 150, 148. Soram, 148-i bölərəm 2-yə. Qalacaq 74. Bura demək 74-dür, digər də 74-dür. İndi bura bərabərdirsə, təpə bucaq 74-dürsə, öncə 180-dən çıxarım 74-dür. 74-dür çıxanda qalacaq 6, 106. 106-nı da yarıya böldükdə isə, 106-nı yarıya, yəni 53. Bura 53 olacaq, bu hissə də 53 olacaq. Bizə nə deyir? B-C-D-ni tapın, bu x-i tapın. Biz də bilirik ki, 53 ilə x-in cəmi 74 olmalıdır. Demək, 74-dən 53-ü çıxacam. Qalacaq 21 Y variantı. İfadənin qiyməti sıfıra bərabər olarsa, deyir növbəti sualda. İfadənin qiyməti nə zaman sıfır olar? Məxrəc sıfır olmaz. Ona görə ola bilməz. Ona görə sürət sıfır olmalıdır. X minus 6 bərabər sıfıra, x də bərabərdir 6-ya. Keçək indi 72-ci suala idi. Bu keçək 73-cü suala. İfadənin qiymətini tapın deyir. İfadənin qiymətini tapmaq üçün öncə nə edəcəm? 72 nə deməkdir uşaqlar? 72 36 vurulsun 2 deməkdir. Yəni buradan çıxacaq 6 kökdə 2. 50 nə deməkdir? 25 vurulsun 2 deməkdir. Yəni 5 kökdə 2. Üstə gəlsin 32 16 kökdə 2, yəni 4 kökdə 2. 18 9 vur 2 deməkdir. Yəni 3 kökdə 2. O birisi də 2 kökdə 2. Bölünsün kökdə 2. 6-dan 5 çıxanda 1 qalır. Üzərinə 4 gələndə eləyəcək 5. 5-dən 3 çıxanda 2, 2-nin üstünə 2 gəndə qalır 4 kökdə 2. 4 kökdə 2-ni kökdə 2-yə böldükdə cavab eləyəcək 4. Satıcı malın alış qiymətini 20%-ə qədər malın daşınması üçün xərcləmişdir. Satıcı bu malın alış qiymətini 20% baha satarsa neçə faiz gəlir əldə edər? Gəlin özümüzdən malın qiymətini 100 verək. Satıcı malın alış qiymətini 20%-ə faizi qədərini. Məsələn, 20% nə deməkdir? 20%-ni tapacağıq, eləyəcək 20 manat. Məsəl üçün, 100 manatlıq bir məhsulun 20 manatın daşınmaq üçün xərclədi. Satıcı bu malın alış qiymətindən 80% baha satarsa, yəni belə deyim də, ümumi maya dəyəri nə qədər oldu? Məsələn, 100 manatlıq malı var, 20 manatlıq xərcləməyə, 120 manat bunun xərci çıxıb da, 100 manatlıq mal alıb, 20 manatlıq da daşıyıb da, 120 manatlıq. İndi deyir ki, bu 80% baha satıbdır. 80% alış qiymətindən 80% baha satarsa neçə faiz gəlir əldə eləyəsidir? Deməli, bunun alış qiymətinin 80% baha, yəni 180%-ə satacaq da, elə deyil, satış mənfəəti. Deməli, məsəl üçün, bu normal 120 manada satsa idi, amma satmayıb da, 180 manada satıb, məsəl üçün, 100 manatlıq malı 80% baha satıb, yəni 180 manada satıb. Nə qədər deyir, gəlir əldə eləyərdi? 180-dən çıxacam 120-ni, qalacaq 60 manat. 60 manat gəlir əldə eləyərdi. Bəs deyir, bu maya dəyərinə görə, maya dəyərinə qədər xərclamışdı 120 manat. 120 manatın
60'ı 60 manatın maya dəyəri, daha doğrusu 60 manat gəliri qarsa, o nə qədər maya dəyəri nə qədər imiş, neçə faiz gəlir əldə edibmiş? 50% gəlir əldə edib deyəcəyik. Cavab olacaq yəni 50%. Keçək indi 75. 75-də nə deyir? Deyir ki, düz xəttdən A məsafədə yerləşən nöqtədən bu düz xəttə uzunluğu 3A olan neçə mayl çəkmək olar? Uşaqlar, birincisi nədir? Ən qısa məsafə nədir? Perpendikulyardır, elə deyil. Yəni mənim bir dənə düz xəttim var. Bir dəqiqə. Düz xəttim var. Uzunluğu da A-dır. Düz xəttdən, daha doğrusu düz xətti. A məsafədə yerləşən nöqtədən bu düz xəttdə uzunluğu 3A olan neçə mayl çəkmək olar? Məsələn, hər hansı bir A məsafədən, deyək ki, buradan bura kimi məsafə A-dır. Uzunluğu deyir 3A olan neçə, məsələn, bir dənə mayl çəkiblər, uzunluğu 3A-dır. Neçə mayl çəkmək olar deyir. Burada uşaqlar bir dənə belə çəkmək olar, məncə bir dənə də belə çəkmək olar. Və salam, başqa hara çəkərsən, hara çəksən də o başqa yerlər çəkmiş olacaq və uzunluqlar qısalacaq. Cavab burada 2 eləyəcək. Keçək 76-ya. Deyir ki, ifadənin qiymətini tapın. Mən 64-ü yazaram neçə kimi? 8-in kvadratı vur 2də 1 kimi. 64-ü bir də yazaram. 4-ün kubu vurulsun 3də 1 kimi. 16-nı yazaram. 4-ün kvadratı vurulsun 2də 1 kimi və yazaram 2 üstü 4 vurulsun 4də 1 kimi. Burada bu ikilər, yəni bütün kəsirlər gedəcək. 8 üstə gəl 4 böl 4 üstə gəl 2. 8-in üstünə 4 gəndə 12, 4-ün üstünə 2 gəndə 6, 12-ni 6-ya böləndə cavab 2 deyir. İfadənin qiymətini hesablayın deyir 77-də. Öncəliklə sadələşdirək gəlin biraz. Deməli, nə yazaram? Yuxarıda m-in ortaq vuruq kimi çıxanda qalır n kvadratı çıx m kvadratı, yəni m minus m, n plus m. Aşağıda isə uşaqlar yenə hamısından m-ni çıxardanda geridə nə qalır? M kvadratı çıx 2mn üstə gəl m kvadratı. Burada m-lər gedəndə geridə nə qalır? N minus m bölünsün n plus m bölünsün n minus m'in kvadratı. Bunun birindən biri gedir. Geridə qalır n plus m bölünsün n minus m. N də 5m'dirsə, yuxarıda 6m, yuxarıda mənfi 4m qalacaq. Daha doğrusu müsbət 4m. M'lər gedəcək. 6 bölü 4 1,5 eləyəcək. Keçək indi ətraflı cavab tələb edən suallara. Nə deyir sualda? Üçbucağın daxili bucaqlarından birincisi daxili bucaqları cəmi 0,125 hissəsi, ikincisi isə xarici bucaqların cəmi 0,2 hissəsinə bərabərdir. Bu üçbucağın üçüncü daxili bucağını tapın. Deməli, mənim bir dənə üçbucağım var. Üçbucağın daxili bucaqlarından birincisi daxili bucaqları cəminin 0,125 hissəsidir. Deyək ki, bura alfa, beta, gamma ya da x, y deyək. X, y, z-dir. Deməli, x deyir bərabərdir y-la z-in 125 hissəsinə, yəni 4də 1-inə. İkincisi isə, məsəl üçün y. Xarici bucaqları cəminin, xarici bucaqları nədir? Olsun x ştrix, y ştrix və z ştrix. Xarici bucaqların cəminin, yəni nəyin? İkincisi isə xarici bucaqları cəminin, xarici bucaqları cəmi 360-da, 360-ın deyir dövrdə ikisinə. Dövrdə 2 nədir? 9-da 2 hissəsinə bərabərdir. 360-ı 9-a bölündə 40, 42 vuranda eləyir 80. Deməli, ikinci bucağım 80-dir. Sonra bu üç bucağın üçüncü daxili bucağını tapın. Onda 80-dirsə, gətirib yerinə qoyunda x bərabərdir 80, üstə gəlsin z bölünsün 4, 4-ü boyuna vurma kimi keçirirəm. Z buradan nəyə bərabər olacaq? Daha doğrusu z lazımdır. Z bərabərdir 4x çıx 80-a. Bir də bilir ki, x üstə gəl, y üstə gəlsin, z bərabərdir 180-a. Z-in yerinə gətirib yazıram 4x minus 80. Y-in yerinə yazıram elə 80. Bu 80-lər gedir. Qalır 5x bərabərdir 180-a. X də bərabərdir neçəyə? Buradan x bərabər olacaq uşaqlar o zaman neçəyə? 36-ya. X 36-dır. İndi sadəcə lövhə pisdir, məndə silinir. X-i tapdım 36. Deməli, nədir? Bucağın birini tapdıq 80, birini tapdıq 36. Üçüncünü tapmaq üçün 180-dən çıxacaq öncə 80, sonra da 36-nı. Bu da eləyəcək 64. Üçüncü daxili bucağımız 64. Keçək 79-cu suala. Aha, az qalıb artıq. Deyək ki, uşaqlar nədir? PA kəsən, PB kəsəndir. Kəsənləri
çevrədə deməli 3, 5, 5, 5 nisbətinə bölübdür. Deməli bura 3-dür. 3x, 5x, 5x, 5x. Cəmliyində eləyir 18x bərabərdir 360-a. X bərabərdir 20-yə. P bucağını istəyir, alfanı istəyir. Alfa nəyə bərabərdir? 5x çıx 3x bölünsün 2-yə, yəni x-ə. 5x-dən 3x çıxanda 2x, yarı bölündə x qalır. Deməli, alfa x-ə bərabərdir, yəni olacaq 20. A ədədi B ədədinin 44% böyükdür. A ədədi B ədədindən 44% böyükdür deyir. B ədədi 50 olarsa. B 50 olarsa A və B ədədlərinin ədəd ortasını və həndəsi ortasını tapın. Bax, A ədədi B ədədindən 44% böyükdür nə deməkdir? Yəni A-nın %144%-i B-yə bərabərdir. 50-yə bərabərdir. Burada nə edəcəyik? Gəlin indi bir dənə daha yaxşı baxaq. A ədədi B ədədinin 44% böyükdür, eləmi? Və bilir B ədədi 50-dir. B ədədi 50-dirsə, A ədədi də ondan 44% böyükdürsə, deməli A bərabərdir, A ədədi bərabərdir. 50 üstəgənsin, %44 vur 50 bərabər eləyəcək neçə? 72-yə. İndi deyir ki, ədədi orta, deməli A 50-dir, B 72. Ədədi orta nə olur? A üstəgəl B bölünsün 2. Bu da eləyəcək 72 üstəgənsin 50 bölünsün 2, yəni 61. Həndəsi orta kök altında 50 vurulsun 72 deməkdir. Bu da bizə verəcək kök altında 3600, yəni 60. 61 və 60-dır. Deyir ki, ifadəni sadələşdirin. Birinci ikisindən x kvadratını çıxardanda qalır x üstəgənsin 6. Digərindən, çıxartmayaq belə. Gəlin belə eləyək. Birinci ilə axırıncını qruplaşdıraq. Olacaq x kubu plus 27-nin də 3-ün kubu deyərəm. Bu da eləyəcək neçə? X üstəgənsin 3, x kvadratı çıxılsın 3x üstəgəl 9. Digərindən də 6x-i çıxardanda qalır x plus 3. Bu sürətimiz. Məxrəcdə nə var bəs? Birincidən x-i çıxardanda qalır y minus 2 üstəgənsin 3-ü çıxardanda qalır y minus 2 bərabərdir. Aşağıda yarandı x plus 3 və y minus 2. Yuxarıda yarandı x plus 3-ü çıxardanda x kvadrat çıx 3x üstəgəl 9 üstəgəl 6x qalır. Bu da bizə verir. Aşağıda x plus 3-lər gedir. Y minus 2-də x kvadratı üstəgəl 3x plus 9. Bu formata qalacaq. Hər birinizə uğurlar arzu edirəm. Aşağıda ray bölməsində yazın görək imtahanınız necə keçdi.